Birinci söz, bir inci söz, Bismillah. Rəhman və Rəhim olan Allahın adıyla. Mən dünyanı belə gördüm. Birdən 200-ə qədər səsli kitablar. 5-ci kitab. Bir hekayə, bir xatirə, bir söhbət. Bir hekayə. Köpək dostum, it qardaşım. Paskalı 4 il idi tanıyırdım. O həm mənim son ünvanda qonşum idi, həm də elə 4 il idi ki, ikimiz bir fabrikdə çalışırdıq. Mən ailəmlə birlikdə artıq 15 il idi ki, Belçikada yaşayırdım. Ancaq biz bu 15 ildə artıq 5 ünvan dəyişmişdik. Bu da o səbəblə baş verirdi ki, elə bu ölkənin öz qanunlarına uyğun olaraq hər yeni doğulan övladımın cəmiyyətin yeni bir fərdi kimi qəbul edilməsini, yaşadığımız evdə o yeni doğulan uşağın da özünə aid ayrıca otağı olmasını qanunlar tələb edirdi. Bu baxımdan da 4 övladımın hər biri dünyaya gəldikcə bizim də bir evdən başqa evə köçməyimiz, bununla da belə tez-tez ünvan dəyişməyimiz bir silsilə təşkil eləmişdi. O baxımdan deyirəm ki, Paskal mənim son ünvandan qonşum idi. İlk tanışlığımız 4 il əvvəl bu son ünvana daşındığımız gün olmadısa da, mənim bu son ünvanı nisbətən daha yaxın bir fabrikdə işə düzəldiyim günlərin birində baş verdi. Görünür, Paskal məni bu evə köçərkən görübmüş ki, məni ilk iş həftəsində görüb tanıdı. Elə ilk günlərdən birində də bir gün nahar fasiləsində mənə yaxınlaşaraq dedi: "Yanılmıramsa sən mənim yeni qonşum olmalısan." Mən onu daha əvvəl görməmişdim deyə dəqiq bir söz də deyə bilmədim. Eləmi? Hansı ünvanda? Paskal bizim ünvanı söylədi və mənim artıq şübhəm qalmadı ki, o doğrudan da mənimlə eyni ünvanda yaşayırmış. Elədir ki, var, bu mənim ünvanımdır. O zaman tanış olaq. Mən Paskal. Həmin ünvanda 18-ci nömrə mənim evimdir. Biz o gün tanış olduq. Zaten yerlilərlə bizim aramızda səmimi bir ünsiyyət üçün bir diyaloqun ömrü bundan artıq olmadığına görə bu dəfə də söhbət burada bitdi. Paskal işdən çıxarkən öz maşınına, mən də öz maşınıma minib eyni ünvana doğru yol aldıq. Yol o qədər də yaxın deyildi deyə yol boyu gah Paskal mənim yanımdan ötüb irəli keçirdi, gah da mən onu ötüb irəliləyirdim. İşıqlarla tənzimlənən yol ayrıcılarında da tez-tez maşınlarımız yan-yana dururdu. O vaxtdan bu beləcə davam edirdi və artıq bir il olardı ki, biz bu minvalla işə gedib gəlirdik. Açığı Paskal kim idi, ailəsi vardımı, bunlar məni bu vaxta qədər də heç maraqlandırmamışdı. Paskal mənim üçün yüzlərlə flamandan biri idi ki, mən onların həyatlarında bugünə qədər də bizi maraqlandıran, diqqətimizi çəkən, dəyərli heç nə görməmişdim. O sadəcə Belçikada geniş yayılmış sıra evlərindən birində mənə qonşu, işlədiyim fabrikdə də mənə iş yoldaşı idi. Vəssalam. Bir gün məndən onu soruşsaydılar, mən onun haqqında heç nə deyə bilməzdim. Ancaq bu millətin çox diqqətli olmasını, lazım olan yaxud olmayan hər şeylə dərindən maraqlanmasını bildiyim üçün deyə bilərəm ki, bir gün məni Paskaldan soruşsaydılar, o mənim haqqımda bəlkə də özümün də çoxdan unutduğum məlumatları bir-bir saya bilərdi. Bu millət belə millət idi və onların sahib olduqları bu cəhətin müsbət yaxud mənfi bir göstərici olması məsələsi yerinə görə dəyişə bilən bir göstərici idi. Mənə gəlincə, etiraf eləməliyəm ki, mən onların bu cəhətini heç sevmirdim. Qonşuluğumuzun və iş yoldaşı olmağımızın 2-ci ildə yarıya çatmışdı ki, bir gün biz onunla marketdə rastlaşdıq. Kassada görüşdük və Paskal mənə dedi: "Vaxtın varsa səni bayırda gözləyirəm. Bir məsələni səninlə məsləhət eləmək istəyirəm." Mən də ona "Gözlə, birazdan gəlirəm" dedim. Paskalın mənə nəsə demək istədiyini eşitmək mənə qəribə gəldi. Çünki bizim kimi gəlmələrlə yerli xalqı bir-birinə bağlayan heç bir durum, heç bir mövzu yox idi aramızda. Biz bir-birimizdən o qədər uzaq, o qədər fərqli idik ki, bu illər ərzində bir-birimizə elə də bələd olmuşduq ki, bir gün bir yerli qonşumun məndən nəsə istəyə biləcəyini, yaxud mənə nəsə təklif edə biləcəyini artıq ağlımdan belə keçirdə bilmirdim. Çünki belə bir şey mümkün deyildi. Bizim kimi iki fərqli toplumun nə əməl, nə də fikir yolları heç vaxt, heç yerdə kəsişmirdi. Bizi müəyyən mənada bir-birimizə bağlayan tək şey eyni ölkənin vətəndaşları yaxud sakinləri olmağımız idi ki, bunun da arxasında nə biz tərəfdən bir vətən hissiyatı dururdu, nə də yerlilər tərəfindən bir vətənpərvərlik, doğma torpağa qarşı bir müqəddəslik duyğusu dururdu. Biz gəlmələr bu torpağa nə qədər ögəy idiksə, yerlilər də öz vətənlərinə bir o qədər soyuq idilər. Mən kassadan çıxıb maşınıma doğru getdim.
Paskal kənarda dayanıb məni gözləyirdi. Mən aldığım ərzaqı maşının baqajına yüklədim. Marketin ərzaq arabasını yerinə qaytardım. Sonra da kənarda dayanan Paskalın yanına getdim. O əlindəki açarları bir əlindən o biri əlinə ötürə-ötürə mənə dedi. Dostum, doğrusu mən xeyli vaxtdır ki, bir fikrimi səninlə paylaşmaq istəyirəm. Buyur, səni dinləyirəm. Sən bizim işə gedib gəlməyimizdə heç bir qəribəlik görmürsən ki? Mən heç nə başa düşmədim. Dedim, yox, necə bir qəribəlik? Məsələn, ikimiz də eyni yerə, ancaq hər birimiz də öz maşınımızla gedib gəlirik. Səncə də bu qəribə deyilmi? Niyə qəribə olsun? Məyər hamı belə eləmir? Doğrudur, fərqli durumlarda çoxluq belə eləyir. Ancaq bəzən elə xüsusi məqamlar da ola bilir ki, məsələn, bizim durumumuzda olduğu kimi, iki maşını hər gün eyni ünvandan eyni ünvana irəli-geri sürməyin heç bir anlamı olmur. Razısanmı? Paskal, nə demək istədiyini anlaya bilmirəm. Açıq danış, nə demək istəyirsən? Demək istəyirəm ki, bəlkə biz fabrikə bir həftə sənin maşınınla, bir həftə də mənim maşınımla gedib gələk. Bu daha məntiqli olmazmı? Mən onun gözünün içinə diqqətlə baxaraq dedim. Məntiqli olmazsa məntiqlidir. Ancaq bunda məcburiyyət olan nədir? Onu da söyləsənə. Məcburiyyət deməyək, qənaət deyək. Vaxta qənaət, yanacağa qənaət, arabanın sürülməsinə qənaət. Səncə də bu daha doğru olmazmı? Mən xasiyyətcə çox ehtiyatlı bir insan olduğum üçün hər təklifi dərhal qəbul eləmirəm. Bu dəfə də tələsmədim. Paskala da elə belə də dedim. Bu axşam düşünüm, sabah qərarımı sənə bildirərəm. Ertəsi gün mən axşamdan Paskalla danışdığım söhbəti büsbütün unutdum. İşə gecikməyi sevməyən nümunəvi bir işçi kimi olmasa da, rəhbərlikdən artıq söz götürməyi sevməyən bir işçi kimi onu gözləmədən maşına mindim, getdim. Mən maşına minəndə Paskalın maşını hələ evinin önündə dururdu. Mən fabrika çatdım, əynimi dəyişdim, iş yerinə keçdim. Az sonra Paskal qaranəfəs gəlib özünü yetirdi. Salam, salam. Məni niyə gözləmədin? Niyə gözləməliydim ki? Bəs dünən danışmadıq? Danışdıq. Mən də dedim ki, düşünərəm. Düşündün? Düşündüm. Nə qərar verdin? Baxarıq. Yox, belə olmaz. Sən qərar ver. Niyə? Nə olub ki? Mənim ekonom eləməyə ehtiyacım var. Yüküm ağırdır. Hesabları çatdıra bilmirəm. Mən ondan, axı sənin dərdin nədir deyə soruşacaqdım ki, biz uzaqdan Pluxbasın növbə rəisinin gəldiyini gördük. Söhbəti buradaca kəsməli olduq. Nahar fasiləsində mən Paskala dedim. Mənə bax Paskal, biz burada rahat danışa bilmirik. Odur ki, sabahdan işə mənim maşınımla gələcəyik. Ancaq sən də yolda mənə bütün problemlərini təfsilatı ilə anladacaqsan. Ödəyə bilmədiyin o hesablar nəymiş söyləyəcəksən. Okey, okey. Ertəsi gün mən səhər evdən çıxdım. Maşının mühərrikini də işə saldım. Ancaq Paskal hələ də görünmürdü. Elə maşını sürüb getmək istəyirdim ki, Paskal yaxası başı açıq qaça-qaça gəldi. Maşında yanıma oturdu. Qüsura baxma, biraz ləngidim. Problem olan bu deyil. Nədir axı sənin bu təlaşın? Niyə hər gün işə gecikirsən? Mən tək yaşamıram axı. Mənim də özümə görə bir ailəm, bir öhdəçiliyim var. Canım, sənin ailən mənimkindən böyük deyil ki. Biz 6 başıq, ancaq bir tək mən çalışmaqla, Allaha şükür, hər şeyi çatdıra bilirik. Sən necə bir yükün altında əzilirsən, anlamıram ki. Məndə məsələ başqadır. Mənim cavabdehliyim bəlkə ancaq bir cana aiddir, ancaq onun da xərci çoxdur. Onun üzündən də son zamanlar xərcim artıb, çatdıra bilmirəm. Mən onun qeydinə qalmalıyam, yedirdib içitməliyəm, dava dərmanını almalıyam. Zaten bütün gün damın altında tək qalır. Yoldaşından danışırsan, əlildir. Yox, nə yoldaş? Mənim yoldaşım yoxdur, evli deyiləm. Nədir bəs, qız arkadaşındır? O da deyil, itimdir, itim. Mənim dostum, sirdaşım, qardaşım, mənim ailəm. Nə? İtin? Bura bax, sən xəstəsən nədir? İtdən də adama ailə olar. Siz nə qəribə millətsiniz. Heç Allahın bir heyvanına da bu qədər bağlanmaq olar. Elə demə, bilirsən biz neçə ildir bir yerdəyik, düz 20 ildir. O məni özü kimi tanıyır, mən də onu. Bizim bir-birimizdən başqa heç kimimiz yoxdur. Bu dünyada məni sevən tək varlıq odur, Oskar. Paskalın dediyi sözlərdən qanım beynimə vurdu. Bir insanın dilindən eşitdiyim bu sözlər mənə bir şapalaq kimi dəymişdi. Söhbət bu yerə çatanda bir istədim elə buradaca qapını açım, bu it dostu, it qardaşını maşından endirim, rədd olub getsin. Sonra fikirləşdim ki, bəlkə mən bu insanlıqdan çıxmış bədbəxti təbliğat apara-apara yavaş-yavaş yenidən insanlığa qaytara bilərəm. Bəlkə belə eləyə bilsəm, mənim bu əməlim Allaha da xoş gedər. Belə bir fikirlə o gün ona daha heç nə demədim. Canımı dişimə tutub
onun yol boyu üyüdüb tökdüyü sərsəmləmələrinə də dözdüm. Bundan sonraki həftələri biz Paskalın dediyi kimi elədik. İşə bir həftə mənim maşınımla, bir həftə də onun maşını ilə gedib gəlməyə başladıq. Yanımda heç bir xüsusda mənə yaxın olmayan, hər düşüncəsi, hər hərəkəti ilə mənim baxımımda ən azından ölüncə döyülməyə haqq edən birisi ilə yol gedib gəlmək mənə nə qədər xoş gəlməsə də, tək bir səbəblə, təkcə elə Allahın rizası üçün olmaqla, bəlkə bir gün bu adamın içində yolunu azmış bir insanı üzə çıxartmağı qarşıma məqsəd qoyduğum üçün onunla yol yoldaşı olmağa davam edirdim. Bir yandan da köpəklə bir evdə yaşayan, bir qabdan yemək yeyən, bir yataqda yatan bu millətin bir nümayəndəsini axıra qədər anlamağa çalışır, ölkənin az qala 80%-nin evlərində bəslənən köpəklərlə bu insanların bağlarının haraya qədər dərinə getdiyini öyrənməyə çalışırdım. Heç bilmirdim ki, bunu nə üçün edirdim, ancaq artıq məndə bir inad baş qaldırmış, bu işi sona qədər çatdırmağı qarşıma məqsəd qoymuşdum. Heç evləndinmi? 3 dəfə. Nə oldu? Niyə ayrıldınız? Birinci arvadımın iti mənim itimlə yola getmədi. Nə qədər dedim ki, onu azdırsın, satsın ya da kiməsə bağışlasın, razı olmadı. O da eyni şeyi mənim qarşıma şərt qoydu, axırda biz ayrıldıq. Bəs ikinci arvaddan niyə ayrıldın? Onun da iti dişi idi. Mənə şərt qoydu ki, Oskarı axtaladım. Mən razı olmadım. Mən buna necə razı ola bilərdim? Axı bu çox qəddar bir hökm idi. O anlamalı idi ki, Oskar mənim üçün sadəcə bir it deyil, həm də bir qardaş əvəzidir. Mən bu təklifi rədd edincə, qadın itini də götürdü, bizi tərk edib getdi. Üçüncünü də soruşmağıma ehtiyac varmı? Onun iti neylədi? Üçüncünün iti yox idi. Ancaq o məni Oskara qısqanırdı. Onu evdən rədd eləməyimi istəyirdi. Buna səbəb var idimi səncə? Səbəb yox idi. Sadəcə bu qadın anlamalı, həm də qəbul eləməli idi ki, mənim bu dünyada Oskardan başqa heç bir dostum, sirdaşım, yoldaşım, yaxın bir varlığım yoxdur, olmayacaqdı. Doğrudur, Oskar artıq yaşlanıb. Onun hər tökdüyünü toplamaq, onun qeydinə qalmaq, zəhmətini çəkmək məndən çox zaman alır. Ancaq bir şeyi unutmaq olmaz ki, biz onunla ikimizin də gənc olduğumuz, lakin heç kimin bizi itirib axtarmadığı zamanlardan bir yerdəyik. Bu çox ciddi bir bağlılıqdır. Dediyim kimi, Oskar artıq mənim ailəmdir, həm də yeganə ailəm. Bunu anlamayan qadının mənim yanımda yeri yoxdur. Paskal, sənə bir söz deyimmi? De. Mən təəssüf edirəm. Ancaq o üçüncü qadının sənin son şansın imiş. Niyə elə deyirsən? Ona görə ki, dediyinə baxılırsa, o normal bir qadın imiş. Sən elə bir incə məsələdə kütlük göstərmisən ki, eşidən bilən ancaq səni günahlandırar. Niyə? Ona görə ki, biz insanıq. Ehtiyacımız olan hər şeyi də özümüz kimi insanlardan ummalıyıq. Yəni, bir kişinin can yoldaşı sevdiyi qadın olmalıdır. Bir kişinin sirdaşı onun ailəsi, övladı olmalıdır. Bir kişinin dostu, güvəndiyi insanı, onun tanıdığı, uşaqlığını da birlikdə keçirdiyi yoldaşları, qonşuları, dostları, tanışları olmalıdır. O sonuncu qadın sənə ailə olmağa, yəni həyat yoldaşı olmağa gəlibmiş. Səni isə ona bir itə verdiyin qiyməti də verməmsən. O qadın düz edib səni tərk edib gedib. Ancaq bəla burasındadır ki, bu dəfə də uduzan sən olmusan. Barı bunu anlaya bilirsənmi? Paskal üzümə mat-mat baxdı. Sən də məni anlamadın. Nəyini anlayım, ay bədbax? Deyək ki, biz səninlə çox fərqliyik. İnancımız fərqlidir. Sən mənim inandığım şeylərə inanmırsan. Bu ola bilər. Ancaq sən dünyadakı insanlığın bir qadınla bir erkəkdən ibarət olduğunu da görmürsənmi? Bunun niyə məhz iki cinsə ayrılmış olduğunun səbəbini də anlamırsanmı? Bu dünyada qadın niyə var? Var ki, bir kişi bir qadını seçsin, onunla evlənsin. Bir kişi bir qadınla evlənirsə və o evdə normal ailə yaranırsa, irəlidə o ailədə artım olacaqdır. Bu dünyada uşaq niyə var? Onun üçün ki, insanlığın nəsli davam edə bilsin. Sən insan cəmiyyətinin ən sadə qanunlarını da bilmirsənmi yəni? Hər şey bir yana. Sən özün necə yaranmısan? Sənin bir atan, bir anan olmayıbmı? Bu yerdə Paskalın üzündə ifadə dəyişdi. Hiss elədim ki, yaralı yerinə toxundum. Bu mövzuya heç toxunmaq istəmirəm. Sən məndən nifrət elədiyim iki adamdan bəhs eləməyimi istəyirsən. O necə sözdür? Adam da ana atasına nifrət edər? Edər.
Heç kim onlardan xahiş eləməmişdi ki, bir gün öz keyfləri ilə bir araya gəlib məni dünyaya gətirsinlər. Sonra da peşman olub məni bu xaraba dünyanın axarına buraxsınlar. Mən də 11 yaşından bəri bu bərbad dünyanın zorluqları ilə tək başına mücadilə aparmalı olum. Onlar isə heç nə olmamış kimi ayrılıb hər biri öz keyfinin ardınca getsinlər. Heç yadlarına da düşməsin ki, onların birlikdə olduqları zamanda bir uşaq da dünyaya gəlmişdi. Heç maraqlanmasınlar ki, o uşağın aqibəti necə oldu, başına nələr gəldi, öldümü, qaldımı. Onlar çoxdan ölüblər, ancaq mən bu gün də onlara nifrət edirəm. Mənim bu günə anam da, atam da Oskardır. Ən azından dərdlərimi Oskarla paylaşa bilirəm. Mən danışıram, o da dinləyir. Mən işdən gec gələndə Oskar həyəcanla qapını içərdən cırmaqlaya-cırmaqlaya məni gözləyir. Məni gördüyündə sevincindən atılıb düşür. Mənim fikrimcə, öz doğma övladları üçün bu qədərini də edə bilməyən, etmək istəməyən atalar və analar Oskar kimi vəfalı itlərin haqqına girmiş qorxunc varlıqlardır. Paskalla işə gedib gəldiyim bu 4 ildə aramızda buna bənzər mövzular tez-tez açılırdı. Mən onun daxili aləmdə nə qədər irəli gedə bilirdimsə, bir o qədər də ümidsizləşirdim. Çünki mən nə qədər ona ailə məhfumunu, ailənin verdiyi üstünlükləri anlatmağa çalışırdımsa, nə qədər övladlarımızın bizim üçün yaşlı günümüzə sahib çıxacaq ən yaxın varlıqlar olmasından, ana və atamızın da bugün bizim himayəmizə möhtac olduqlarını, bizim də zamanında onlardan gördüyümüz sevginin, çəkilən zəhmətin əvəzini geri ödəməli olduğumuzdan söhbət açırdımsa, Paskalın bilə-bilə özü ilə bu mövzuların arasına çox qalın, nə səs keçirdən, nə də işıq buraxan bir pərdə çəkdiyini hiss edir, görürdüm. O mənim dediklərimdən heç nə anlamaq istəmir, heç nəyi də qəbul eləmirdi. Mən hiss edirdim ki, Paskal bilə-bilə özünü öz dünyasına qapadır, heç kimi də o dünyaya buraxmaq istəmirdi. Bir dəfəsində mən Paskalın söhbətə həvəsli olmadığını hiss elədim, onun bu susqunluğundan istifadə edərək ona uzun bir monoloq söylədim. Dedim ki, Paskal, bax siz elə bilirsiniz ki, biz heyvanları, ən əsasda köpəkləri sevmirik. Ancaq bu qətiyyən belə deyil. Biz də itləri sevirik. Həyatımızda ehtiyac olduqca onlara yer də ayırırıq. Biz onlardan təbii hallarında nəyə qadirdilərsə, onlardan o şəkildə də istifadə edirik. Bax, mən sənə xatırlamaq istəyirəm ki, sənin bir qardaş kimi sevdiyin, ailən yerinə qoyduğun Oskar əslində bir savaşçı, bir ovçu, bir keşişçi heyvandır. Bu qabiliyyətlər yaranmışdan onun fitrətində var. Allaha inansaydın, sənə deyərdim ki, siz bir millət olaraq Allahın itlərə bəxş elədiyi özəllikləri, onların yaşam tərzini, hal və hərəkətlərini zorla dəyişməklə onlara da zülm etmiş olursunuz, özünüzə də. Və bunun axirət günündə cəzası olacaq. Sənin özündən artıq sevdiyin həmin o Oskar Allaha səndən şikayətçi olacaq. Çünki sən bir heyvanı bir insan kimi yaşamağa zorlamısan. Onu aid olduğu mühitdən, aid olduğu yaşam tərzindən, aid olduğu sürüdən ayırıb evinə dustaq eləmisən. Ona heç sevmədiyi, illərlə zülüm inlədiyi bir həyatı yaşatmısan. Ona görə də sizinlə bir evdə yaşayan itə nə qədər komfortlu şərait yaratmağa çalışsanız da, həyat bağçada qaçmayan, köpək evciyində yaşamayan, dağlarda ova çıxmayan, bir evin, bir təsərrüfatın keşiyini çəkə bilməyən o it 24 saat ara vermədən hürür, kimisə yardıma çağırır, kimdənsə yardım istəyir. İtlərin bu hürüşləri onların ahızarıdır, bir sos çağrısıdır. Doğrudur, siz evinizə aldığınız bir itə əlinizdən gələn yaxşılığı eləməyə çalışırsınız. Onlara ən gözəl şəraiti yaradırırsınız. Onlara bir körpə uşağa baxar kimi baxır, qayğı göstərirsiniz. Ancaq siz bir şeyi unudursunuz ki, hətta kiçik vaxtlarından alıb evə gətirdiyiniz itin də sizin o nəvazişlərinizə ehtiyacı yoxdur. Heyvanlar çox tez böyürlər. Bir küçük tezliklə bir yetişkin itə çevrilir və o zaman onun nəvazişə deyil, əksinə ov eləməyə, başqa bir itlə qapışmağa, kiminsə keşiyini çəkməyə ehtiyacı olur. Bunları yaşamaq istəyir. Siz isə böyüməkdə olan itdə bu dəyişiklikləri hiss edən kimi onu aqressiv qəbul edir, min bir vasitəyə, min bir peyvəndə əl atırsınız ki, o it öz genetik vərdişlərini unutsun, sizinlə bir evdə yaşasın, sizin oyuncağınız olsun. Bunu anlaya bilsəydiniz, hər şey çoxdan öz yerinə otura bilərdi. Fəqət çox təəssüf ki, sizlər bu düşüncələrdən, bu həqiqətlərdən o qədər uzaqlaşmışsınız ki, artıq geriyə gedən yolu da görmürsünüz.
Bizləri də daşqəlblikdə suçlayırsınız, ancaq yanılırsınız. Bizim məmləkətlərimizdə itlərin yeri kənd həyatıdır. Onlar orada açıq sahələrdə gəzib dolaşırlar. Çobanlarla sürü otarmağa gedirlər. Yeri gəldikdə qurdla savaşa çıxırlar. Pascal, özün bir düşün, itlər də əslində qurd nəslindən olan heyvanlardır. Yeri gələndə hətta qurddan da dalaşqandır. Siz isə illərdir ki, onları bir pişiyə, bir uydurma heyvana çevirməklə məşğulsunuz. Bu doğru da deyil, normal da deyil. Pascal'ın bütün bunları dinləyərkən nəsə fikirləşdiyini gördüyümdə, məndə zəif bir ümid yarandı ki, bəlkə hələ heç gec deyil, bəlkə o eşitdiklərindən düzgün bir nəticə çıxardar. Ancaq elə ki, Pascal danışmağa başlayırdı, mən Pascal'ı dinlədikcə bədənimdəki tüklər biz-biz dururdu. Anlayırdım ki, Pascal özünün həyat tərzi ilə nə qədər bədbəxt bir insan olsa da, yenə də bir insan idi. Ancaq onun həyat tərzi bir insanın həyat tərzi deyildi. Pascal sanki insanlıqdan nəsibini almadığı üçün insan olmaqdan da bezmişdi. O bir insandan bir köpəyə dönmək istəyən, bu yolda əlindən gələni edən, ancaq heç cür köpəyə də dönüşə bilməyib yarı yolda qalan, yarı yolda qaldığı üçün də hər iki cinsdən də, insanlıqdan da, it olmaqdan da uzaq, ortada qalaraq bu dünyada yerini tapa bilməyən bədbəxt bir varlıq idi. Bu yerdə Mixail Bulgakovun İt ürəyi filmi yadıma düşdü və mən bir daha qəbul elədim ki, doğrudan da bütün mövzular həyatdan götürülürmüş. Pascal'ın dərdi böyük idi. Onun başına gələnlər onun günahı deyildi. Ancaq bir şey var ki, Pascal və Pascal kimilər bizim kimi gəlmələrlə, həm də dünyanın müxtəlif coğrafiyalarından gəlmə insanlarla bir cəmiyyətdə yaşadıkları halda bizimlə ünsiyyət qurmağa, bizdən bəzi şeyləri öyrənməyə həvəsli deyildilər. Onlar özləri haqda o qədər yüksək fikirdə idilər ki, kimdənsə nəsə öyrənməyi qürurlarına sığışdıra bilmirdilər. Bütün Avropanın illərdən bəri oluşturduğu müxtəlif millətlərin bir arada yaşaya bilməsindən əmələ gələn multikultural bir cəmiyyətin var oluşu da, heç kimdən nümunə götürmək istəməyən, həyatlarını yenidən insani dəyərlərə doğru dəyişməkdən qaçan bu millətlərin ayağına qədər gəlsə də, onlar bu fürsətə arxa çevirir, lovğalıqları onları dünya xalqlarının ən müxtəlif cür yaşam tərzindən faydalanmaqdan da qoyurdu. Halbuki, həyatlarını dəyişmək istəsəydilər, fərqli mədəniyyətlərə sahib olan xalqları da görərdilər, gördüklərindən bir şeylər öyrənə bilər, bir şeylər götürə bilərdilər. Bəla burasında idi, bu toplumlar biz müsəlmanları bəyənmir, bizim normal ailə kimi yaşadığımızı, çoxlu övlad sahibi olmağımızı, övladlarımızı insanlığın ləyaqətli davamçıları kimi yetişdirməyimizi, onların yolunda min bir zillətə qatlaşmağımızı, yorulmadan, usanmadan yeni nəsillər yetişdirməyə çalışmağımızı bir cahillik, bir geri qalmışlıq kimi qəbul edirdilər. Onlar bizi görməzdən gəlir, bizdən yan gəzir, bizə arxa çevirir, özlərinin heyvanlaşan, ancaq heç cür heyvana da dönüşə bilməyən həyatlarına dalıb gedirdilər. Bu zamanda onlardan əmələ gələn nəsillər də eyni yolu gedir, nəticə etibarilə həm Pascal kimi ailəsi sadəcə bir köpəkdən ibarət olan, həm də özlərinin əmələ gətirdikləri səbəblər üzündən hər mənada ortada qalan, insani ölçülərə uyğun gəlməyən belə bir eybəcərləşmiş yaşam tərzini tərcih edir, bu cür yaşamağa davam edən bir topluluğa çevrilirdilər. Adamı yandıran da odur ki, özləri bu qədər bədbəxt ikən, bu insanlar bu halları ilə hələ bugün də bütün dünyaya düzgün yaşamağı öyrətməyə qalxır, hamıya ağıl verirdilər. Mən dəfələrcə Pascala öz valideynlərimi, öz ailəmi, öz övladlarımı misal gətirirdim. Yaşlı ata-anamla bu gün də davam edən qırılmaz əlaqələrimizdən, ailəmlə mehriban münasibətdə olub, hər şeyi paylaşmağımızdan, 4 övladımı bir ata məhəbbəti ilə sevməyimdən, onların bütün ehtiyacları ilə maraqlanmağımdan, onları sağlam, təminat içində böyütmək üçün yorulmadan çalışmağımdan söhbət açırdım. Ümid edirdim ki, hər gün gözü ilə gördüyü, özü şahid olduğu fərqli bir ailədəki durumlar bəlkə onun qəlbini yumşaldar, bəlkə o bir gün yenidən artıq bu dəfə başqa niyyətlə ailə qurar. Düşünürdüm ki, bu qədər söhbətdən, bu qədər zəhmətdən sonra bəlkə Pascal da nə qədər gec deyil, evində ailənin də yerini, Oscar'ın da yerini düzgün müəyyən edə bilər. Axı hər şey bir yana, onun da mənim kimi cəmi 38 yaşı var idi. Hələ ömrün çoxu demək olar ki, irəlidə idi.
O isə danışanda elə danışırdı ki, sanki artıq ömrün sonundadır. Tezliklə bu ömür bitəcək, o da çox sevdiyi Oskarından ayrılmalı olacaq. Hətta əgər bir gün ömrünün sonu gələcəkdirsə də, Pascal özünü deyil, onsuz qalacaq Oskarı düşünürdü. Mənə görə bu çox dəhşətli bir şey idi. Bizim evlərimiz bir-birinə bitişik evləridir. Bizim evimiz də cüt rəqəmli evlərin cərgəsində olduğundan biz bir-birimizin evinin içini də olmasa həyətini görə bilirdik. Yəni ikinci mərtəbədən qonşularımız bizim, biz də qonşularımızın həyətini görə bilirdik. Odur ki, Pascal da bizim həyətimizi ovuc içi kimi görə bilirdi. Bizim Pascalın həyətində görəcəyimiz, görüb də ibrət alacağımız heç nə yox idi. Ancaq Pascal bizim həyətimizə baxarkən gah mənim oğlanlarımla futbol oynadığımı, gah anamla atamın bizə qonaq gəldiyini, mənim həyətdə onlar üçün samavar çayı qaynatdığımı, gah da bizim böyük bir ailecə bir süfrə başında oturub kebab yediyimizi görə bilirdi. Biz heç nəyi Pascala göstərmək üçün qəsdən eləməsək də, mənim bir gözüm həmişə onun pəncərəsində olurdu. Bəlkə bizdən bir şeylər öyrənər deyə düşünürdüm. Ancaq ilk baxdığımda pəncərədə təkcə bizə baxan Pascalı görürdümsə, bir də dönüb baxanda Pascalın Oscar qucağına aldığını, bizi göstərərək ona nələrsə dediyini görürdüm. Belə yerdə "Tfu, zatına lənət" deməkdən özümü saxlaya bilmir, ağzımı pozduğum üçün də dərhal tövbə edirdim. Aradan 4 ilə yaxın bir zaman keçmişdi ki, bir gün Pascal axşamdan mənə zəng vurdu, sabah onu gözləməyim dedi. Mən işə getməyəcəksənmi deyə soruşdum. O da cavabında çox kədərli bir səslə, yox, 2 həftə fərlof götürmüşəm. Fərlof izin deməkdir. İşə getməyəcəyəm dedi. Nədir? Yoxsa xəstələnmisən? Əgər bir şeyə ehtiyacın varsa mənə deyə bilərsən. Yox, sağ ol. Sənin edə biləcəyin heç nə yoxdur. Sadəcə bu gecə Oscar dünyasını dəyişdi. Bağışla, daha danışa bilmirəm. Açıqda deyim ki, bilmədim gülüm, yoxsa ağlayım. Yenə də dilimə bir sürü söyüş, bir sürü nalayiq ifadə gəlirdi ki, mən özümü güclə ələ alaraq televizorun qarşısına keçdim. Gözümü nəyə tikib baxmağa çalışırdımsa da olmurdu. Fikrim elə hey bu itdən ötürü yasa batan, mənimlə də ağlamsına danışan, bu qırxı haqlamış kişinin bu gülünç halında qaldı. Mən belə kövrək hissləri uşaqkən 12 yaşa qədərki həyatımda yaşamışdım. Sonralar insan yetkinləşir, hər şeyin normal qaydalar üzrə baş verdiyini anlayır və qəbul edir. Ən azından biz o vaxtdan bir heyvanın ölümünə, insanın ölümünə üzüldüyümüz qədər üzülməzdik və bunun üçün də bizi heç kim daşqəlbli, hissiyatsız adlandıra bilməzdi. Bu həyatda hər şeyin öz yolu, öz qanunu var idi. Pascal isə bu qanunlardan kənara çıxmışdı, ancaq özü də bunu anlamaq istəmirdi. Pascal 2 həftə demişdi, ancaq işə gəlmədiyi 2 ay keçdi. Bir gün Pluxbas mənə yaxınlaşıb məndən Pascalı soruşdu. Mən də çoxdandır onu görmədiyimi deyib soruşdum. Məyərsə rəsmi sənəd göndərməyib, xəstəlik səbəbilə işdən qala bilməzmi? Xəstəlik olmasına xəstəlikdir. İşdən bir neçə adam dünən onu ziyarətə getmişdi. Deyirlər Oscar öləndən bəri depressiyadadır. Belə də olmaz. Ona bir ağıl verən lazımdır. Dünyanın sonu deyil ki, lazım gələrsə, eyni cinsdən başqa bir köpək də almaq olar. Mənə yad olan, xoşuma da gəlməyən bu mövzunu bağlamaq məqsədilə dedim. Mən bilmərəm, belə şeyləri siz daha yaxşı bilirsiniz. Mən bir qonşu kimi ona öz yardımımı təklif eləmişəm. O da ehtiyac olmadığını söylədi. Pluxbas üzümə diqqətlə baxıb soruşdu. Bundan sonra necə hərəkət edəcəyi barədə sənə bir söz dedimi? Yox, demədi. Kollegalar bir şey deyirdilər. Nə deyirdilər? Həkimə gedibmiş. Normal deyilmi? Xəstə həkimə gedər də? Yox, elə həkim deyil. Nəysə, biz bir də gedib ona baş çəkərik. Mənə maraqlı olmayan söhbət burada bitdi. Mən də rahat nəfəs alaraq evə döndüm. Məhəlləmizə girəndə əvvəlcə Pascalın qapısında durdum. Qapının zəngini çaldım. Bir xeyli gözlədim. Nəhayət qapı açıldı. Canlı insandan çox ruha bənzəyən Pascal qapıda göründü. Necəsən? Necə görünürəm? Pis. Amma mən çox pisəm. Sənə necə yardım edə bilərəm? Heç cürə. Pascal, özünü ələ al. Həyatın sonu deyil ki. Bəs əgər sonudursa? Bu nə axmaq sözdür. Uşaq deyilsən ki. Siz belə şeyləri anlamazsınız. Hər şey üçün çox sağ ol. Sən həm yaxşı qonşu, həm də yaxşı iş yoldaşı oldun. Səndən çox razıyam. İndi isə mənə izin ver, gedim dincəlim. Yorulmuşam. Yaxşı, get dincəl. Ancaq bir şeyə ehtiyacın olsa, mənə xəbər elə. Sağ ol. Növbəti həftədə
Başım işə qarışdı. Nə Pascal yadıma düşdü, nə də onun sərsəm sözləri məni heç bir şübhəyə salmadı. Şənbə günü ailecə Hollandiyaya, həmyerlilərimizdən birinin toyuna getmişdik. Toy gec qurtardığı üçün biz də oradakı başqa tanışların evində gecələməli olduq. Bazar günü sabah qəvaltısından sonra şəhərə çıxdıq, biraz gəzdik, biraz alış-veriş elədik, günortadan sonra da yola çıxdıq. Axşam saat 4-də evə çatdıq. Evimizin qabağında çoxlu maşın, qara geyimli insanları görəndə ürəyim həyəcanla vurmağa başladı. Burada nəsə olmuşdu. Əvvəlcə evimizə girdik. Hər şeyin qaydasında olduğundan əmin olduqdan sonra mən yenidən küçəyə çıxdım. Bu dəfə insanların çoxunun Pascalın qapısına toplaşdığını gördüm. Evin önündə bir təcili yardım maşını dayanmışdı. Diqqətlə baxanda bura toplaşanların çoxunun bizim fabrikin işçiləri olduğunu fərq elədim. Onlardan Steve adlı gəncə yaxınlaşdım. Burada nə baş verdiyini soruşdum. Steve'in verdiyi cavabdan canımdan bir üşütmə keçdi, həm də bu üşütmə iliyimə kimi işlədi. Steve danışdı ki, Oscar öləndən sonra Pascal həyatına son vermək qərarına gəlibmiş. Evdə qaldığı bu müddət ərzində aidiyyəti təşkilata gedir, daha yaşamaq istəmədiyini, həyatına son vermək qərarı aldığını etiraf edir. Bunun üçün məsələnin rəsmi tərəfini həll edir. Öz ölümünə hökm verərək lazımi sənədləri imzalayır. Bu ölkələrdə insanların hər barədə qərar vermək azadlıqları olduğundan məsələ də normal bir şeymiş kimi qüvvəyə minir. Pascal öz həyatını sonlandıracağı tarixi də onlarla dəqiqləşdiribmiş. O gün bugün imiş. İndi içəridə Pascalın öz xahişi ilə bir insanın öz ölümünə hökm verməsi, yəni ömrünə son vermək əməliyyatı həyata keçirilirdi. Mən eşitdiklərimdən şoka düşdüm. Necə yəni? Siz onun yanına girmədinizmi? Onu bu fikirdən daşındırmağa çalışmadınızmı? Təbii ki, yanına girdik. Həm də hamımız girdik. Görüşdük, vidalaşdıq da. Ona bir sözlər deyənlər də oldu. Ancaq onun qərarı qəti idi. Zaten bir şeyi dəyişmək üçün artıq çox gec idi. Pascalın da hər şeyi ölçüb biçməyə yetərincə zamanı olmuşdu. Demək ki, onun öz ömrünü sonlandırmaq qərarı qəti imiş. Biz bunları danışırdıq ki, həkimlər işlərini bitirib çıxdılar. Hər kəsə təəssüf elədiklərini bildirərək çıxıb getdilər. Məni soyuq tər basmışdı. Çünki ağlım mənə deyirdi ki, burada insanlığa yaraşmayan, Allahın qoyduğu qayda qanuna zidd bir şeylər baş verirdi. Ancaq mənim əlimdən bir şey gəlmirdi. Ən azından 4 illik qonşum və iş yoldaşım, bu həyatda işə birlikdə gedib gəldiyim yeganə yol yoldaşım olmuş Pascal üçün artıq əlimdən heç nə gəlmirdi. Birazdan cənazə aparan maşın gəldi, xidmət görevliləri qara bir tabutla içəri girdilər. Az sonra da Pascalın qoyulduğu tabutla çıxaraq tabutu maşına yüklədilər. Bu maşın da gedəndən sonra adamların arasından bir kişi irəli çıxdı, özünü Pascalın vəkili kimi təqdim edərək insanları 2 gün sonra baş tutacaq dəfn mərasiminə dəvət elədi. Saat 6-da hər kəs dağılışıb getdi. Mən küçədə dayanıb bir müddət Pascalın sahibsiz qalmış pəncərəsinə baxırdım ki, bu vaxt böyük oğlum yanıma gəldi. Ata, insan da özü öz həyatına son verərmi? Bu günah deyilmi? Bu çox böyük günahdır. Ancaq onlar bunu anlamırlar. Çünki kafirdirlər. İndi anladınmı ki, sizi niyə həmişə bunlardan uzaq durmağa çağırırıq? Bunlar Allahı tanımırlar. Ona görə də insan kimi deyil, heyvan kimi yaşayırlar. Bizim onlardan öyrənəcəyimiz heç nə yoxdur. Oğlum biraz susub dedi. Ata, bugün burada baş verənlər çox qorxunç bir şeydir. Elə deyilmi? Elədir. Üstəlik onu da düşün ki, Pascal üçün qorxunç şeylər hələ bundan sonra başlayır. Hə, doğrudan, hələ bu da var. Allah bizləri belə bir aqibətdən qorusun. Amin. 2 gün sonra Pascalın dəfni oldu. Ancaq mən əqidəm gərəyi o mərasimdə iştirak eləmədim. Sadəcə orada iştirak edən başqa qonşuların söylədiklərindən öyrəndim ki, mərasimin sonunda Pascalın vəkili vərəsəlik məsələsinə də açıqlıq gətirilmiş. Sən demə, Pascal bir ay öncə evini də, maşınını da, olan mal və pul varlığının hamısını da sahibsiz itlərin saxlandığı özəl otellərdən birinin hesabına keçirdibmiş. Belə bir şey bizim də yaşadığımız Darül Küfür dövlətlərinin hamısında normal sayılırdı ki, bu da həyatlarını it kimi yaşayıb, it kimi ölən Allahsız insanların bəyəndikləri, miraslarını da insanlara deyil, heyvanlara buraxmaları, hələ bu eybəcərləri öz yaşamlarında bir əqidə, bir müqəddəs məqsəd kimi icra tutmaları baxımından onların qazandıkları günahlardan yalnız biri idi. Dünyanın bir ucunda insanların
bu gün də aclıq çəkdiyi eyni bir zamanda bu təminatlı tox toplumlar qazandıqlarını köpəklərə xərcləyir, o köpəkləri evlərində yaşadır, onları ailə üzvü yerinə qoyurlar. Halbuki bir köpəyə çəkilən illik xərc bir böyük ailənin maddi baxımdan təminat içində yaşamasına yetərdi. Hər il yeni bir kasıb müsəlman dövlətinin evinə hücum çəkən, şəhərlərini, kəndlərini bombardıman edib viran qoyan, uşaqlarını, qadınlarını, qocalarını həşərat kimi insafsızcasına qırıb çatan bu millətlərin ürəklərində bəslədikləri bir köpək sevgisi biz normal insanlar üçün bu gün də anlaşılması çox zor olan bir bulmacadır. Belə görünür ki, insanlara qarşı törətdikləri bu əməllərə görə, insanlara bəslədikləri bu nifrətə görə Allah onları dəlicəsinə bir köpək sevgisi ilə cəzalandırmışdı. Bu son ünvanda yaşadığımız 4 ildə biz ailecə bir insan talihinin axarına şahid olduq. Onun günahlar içində yaşadığını, günah içində də öldüyünü gördük. Bu baş verənlər bir qonşu kimi tanıdığımız Pascal adlı bir insanın həyatının bu cür faciəvi bitişi baxımından nə qədər bizə ağır gəldisə də, nə qədər mənasız göründüsə də, bu olaylardan sonra bizə qalan övladlarımıza deyəcək bir sözümüz, bir əyani sübutumuzun olmuş olması idi. Biz övladlarımıza bir daha onlarla bizim aramızdakı fərqi göstərdik. Allahın verdiyi bir insan ömrünü necə yaşamaqla, necə ölməkdəki fərqin bu qədər tərs düşməsi bir daha onu göstərirdi ki, bizimlə onların həyata da, ölmə də bu qədər fərqli qiymət verməyimizdə, yəni bizim bu məsələdə bu qədər ağır çəki verməyimizin yanında onların eyni məsələlərə bu qədər əhəmiyyətsiz yanaşmasında axirətə inanan bir toplumla inanmayan bir toplum arasındakı fərq öz əksini bu şəkildə tapmışdı. Axirətə inananlar insan kimi yaşayaraq ölümlərini Allaha buraxdıqları halda, axirətə inanmayanlar heyvan kimi ömür sürərək özlərində öz sonlarına hökm vermək cəsarəti də tapa bilirdilər. Halbuki dünyanın sonunda aqibətlər fərqli olacaqdısa da, heç kim unutmamalı idi ki, axirət xalqının çəkəcəyi cəza da, alacağı mükafat da eyni ilahdan, bizi yaradan aləmlərin Rəbbindən gələcəkdir. Çünki bütün fərqliliklərimizə rəğmən biz hamımız Allahdan gəlmişik, Allaha da dönəcəyik. Allahu aləm. Bir xatirə. Dəniz. Dünən dənizə getmişdik. Hər yaşadığı günə, hər gördüyü gözəlliyə, hər daddığı nemətə, hər duyduğu xoş sədaya, gündə 1000 dəfə şükürlər olsun duası ilə Yaradana öz minnətdarlığını bildirməyi unutmayan biri kimi, mənim üçün dünya nemətlərinin ən qiymətlisi sırasına Allahın yaratdığı çox şeylər, hətta hardasa hər şey daxildir. Çünki gözümüzü hara çevirsək də, necə gözəlliklər görsək də, hamısı bizə Allahın var oluşunu, bir də qüdrətini göstərir. Ancaq Allahın yaratdığı elə təbii gözəlliklər, bu gözəlliklərdə bizim ehtiyacımız olan elə məqamlar da var ki, biz insanlar onları daha çox sevirik, onlara daha çox can atırıq. Eyni anda gözümüzü də, könlümüzü də sevindirən, bizə hər dərdi unuttura bilən belə gözəlliklərin içində dənizin, səmanın, günəşin, hələ bir-birindən ayrı bizə xoş gələn, hisslərimizi coşdurmağı bacaran, birimizi şeir yazmağa, birimizi nəğmə qoşmağa həvəsləndirən təsirləri var ki, bir də bu üç gözəlliyin eyni anda həm ruhumuza, həm də canımıza faydası baxımından tayı bərabəri olmayan əvəzsiz bir nadidəlikdir mənə görə. Növbəti dəfə övladlarımı və nəvələrimi başıma yığıb vaxt keçirmək məqsədi ilə bir araya gəldiksə də, bu dəfə kafe və restoranlara yığışmaq yerinə seçimi dəniz sahili gəzintisi və çimərlik proqramına verdik. Hamılıqla verdiyimiz bu qərar doğru seçim olmaqla bərabər həm də çox uğurlu alındı. Mənə qalırsa, yayın ortası hələ bir yana qalsın. Qışın oğlan çağında da dəniz sahili gəzintisi mənim bəlkə də ən çox sevdiyim, üstünlük verdiyim gəzinti növüdür. Bir şərtlə ki, bu dəniz gəzintisi də uzaq məsafədən, hansısa evin balkonundan, yaxud da bulvardan dayanıb kənardan dənizə tamaşa eləməkdən ibarət olmamalı. Dəniz gəzintisi dediksə, heç olmasa yay mövsümündə lap dənizin sahilində ləpələr qumu yuyub apardıqca, qumun ayaqlarımızın altını qıdıqlaması ilə, dalğaların hər gəlişində, hər getişində ayaqlarımızı oxşaması ilə,
Dənizlə sanki əl-ələ tutuşmuş kimi, qoşa addımlayırmış kimi, söhbət edə-edə gəzirmiş kimi bir gəzintini nəzərdə tuturam mən. Bu cür gəzintini mən ən çox uşaqlığımda yaşamışam. Belə gəzintiləri lap kiçik yaşlarımdan sevmişəm. Sonralar həyatımın müxtəlif dönəmlərində dəniz gəzintisi öz övladlarımı dənizə aparmaq məqsədi ilə həyata keçərdi əsasən. Mən uşaqların sağlamlığında günəşin faydalı enerjisini, dənizin, qumun immun sistemində qatdığı müsbət təsirləri, mavi səmanın gözəlliyindən aldığımız xoş əhval-ruhiyyənin verdiyi qazancları toplamaqla birlikdə fürsət tapan kimi dənizlə əl-ələ tutar, sahil boyunca o baş bu başa gəzər, ən vəfalı sirdaş olmağı bacaran dənizlə beləcə uzun-uzadı dərdləşərdim. Odur ki, mənim kimi dəniz sahilində doğulub böyümüş, orada boya başa çatmış çox insanın uşaqlıq dostuna çevrilmişdi Xəzər dənizi. Dostların ən etibarlısına, ən güvənilə biləninə. O vaxt başqa dövran idi. O vaxt hələ biz də azad idik, Xəzər də. Amma bu çoxdan olmuşdu, lap çoxdan. İndi buradan baxanda anlayıram ki, əslində Xəzərin zəbt olunması da çoxdan başlanmış bir əməliyyat imiş. Həm də lap çoxdan. Sadəcə bizim bundan xəbərimiz yox imiş. Doğrudur, o vaxt hələ dənizin sahilləri yerli dibli zəbt olunmamışdı. Boydan boya hasara alınmamışdı. O vaxt hələ dənizdə Azərbaycan adlı bir məmləkətin malı, mülkü, sərvəti də eynən vətəndaşın ruzusu kimi qamarlanmamış, 3-5 adamın arasında hələ belə qorxusuz, hürküsüz bölünməmişdi. O vaxt yəqin ki, hələ bu özbaşınalıqlara başlamağın hazırlığı gedirmiş, bu hərci-mərcikləri həyata keçirməyin planı çizilir, pulları yığılırmış. Ancaq elə dənizin ora axıdılan çirkəf suları ilə çirklənməsi, çimərliklərin baxımsız halı, hər yerdə aşıb daşan zibiliklərin əmələ gətirdiyi antisanitar vəziyyət bizləri dənizdən uzaqlaşmağa başlamışdı artıq. Özümüz üçün olmasa da övladlarımızın sağlamlığı üçün narahat olmağımız yavaş-yavaş ayağımızı dənizdən kəsməyə başlamışdı. Hadisələrin sonraki gedişatında da dənizin bugünkü halından da bəhs etmək istəmirəm. Bunu bugün hər kəs bilir. Son dəfə 3-5 ay öncə vətənə getməyimdən, orada olduğum zaman içində çox həsrətini çəkdiyim dənizə heç cür yaxın düşə bilməməyindən də danışmayacağım. Bu barədə də demişəm artıq. Təkcə onu deyəcəyim ki, hər şey bir yana qalsın. Ancaq Azərbaycan xalqının dəniz sahilində yaşayıb, dənizə həsrət qalmaq kimi daha bir böyük dərdi var bugün. Mən bugün Bakıda görə bilmədiyim, dərdləşə bilmədiyim, həsrəti ürəyimdə düyün kimi qalmış dənizlə təmas qurmaq ehtiyacının əvəzini Belçikada çıxmağımdan danışmaq istəyirəm. Belçikanın Ostende şəhərində, bəlkə də gözəllikdə Xəzərimlə yarışa bilməyəcək bir dənizin, Şimal dənizinin sahilində ürəyimcə istirahət eləməyimdən, nəvələrimi doyunca gəzdirməyimdən, onların sığal çəkilmiş tərtəmiz qızlı qumda oynamasından, qağayların ərklə insanların yanına gəlməsindən, insanların arasında arxayın gəzib dolaşmasından danışmaq istəyirəm. Həm də oxucularla bölüşmək istədiyim təəssüratların hər yerində xüsusilə vurğulamaq istədiyim çox önəmli bir məqam da var burada. Azadlıq. Burada bu kəlmənin sözü yoxdur. Burada bu kəlmə Azərbaycandakı qədər çox işləmir. Çünki burada buna ehtiyac da yoxdur. Burada bu kəlmənin özü var çünki. Birinci ilə ondan başlayaq ki, Belçika azad bir ölkədir. Mən bu sözü cəsarətlə ağzıma alsam da, onu da xatırlatmağı özümə borc bilirəm ki, heç kim unutmasın ki, bugün dünyada hər şeyli ilə mükəmməl, qüsursuz bir ölkə, bir sistem yoxdur. Bu da deməkdir ki, dünyadakı ölkələr arasındakı müxtəlif fərqlər də nisbi xarakter daşıyır. Bu nisbət də bir şeyin birində az, birində çox olması ilə fərqlidir. Belçika azad ölkə sayılır. Bu ölkədə yaşayan, bura qonaq gələn hər kəs də azaddır. Ölkə azad olduğu üçün Şimal dənizi də azad dənizdir. Bir tək Xəzərin sahillərinin hündür hasarlarla həbsə alınması yada salanda, burada elə ilk baxışdan gözünü oxşayan mənzərə, uçsuz bucaqsız sahillər, bu ölkənin də, bu dənizin də nə qədər azad, asudə olduğunu göz önündə sərgiləyir. Kilometrlərlə uzanıb gedən dəniz sahili bir çimərlik olmaqla insanların üzünə açıqdır.
Qumlu sahillərdən şəhərə qalxan mərmər pilləkənlərin yuxarı hissəsi də elə o sahillər qədər də bulvar deməkdir. Bulvarda cərgələnib durmuş çox mərtəbəli göydələnlər sahil küçəsini şəhərin arxa küçələrindən ayırır. Bulvara aid nə qədər kafelər, kiçik-kiçik restoranlar, barlar, dondurma və suvenir köşkləri varsa, hamısı bu binaların birinci mərtəbəsində yerləşir, üzü dənizə durur. Heç nə üçün arxa küçələrə çıxmağa ehtiyac yoxdur. Zaten arxa küçələr hotellərin yerləşdiyi, şəhər nəqliyyatının, turist avtomobillərin sıxlıq əmələ gətirdiyi bir aləmdir. Şəhərin bu hissəsi çox sayda supermarketlər, geyim və bəzək əşyaları, suvenir dükanları ilə doludur. Ostend də turistik bir şəhər olduğu üçün ən çox turist qəbul edən şəhərlərdən biridir. Dənizlə şəhərin arasında həm də arakəsmə rolunu oynayan bu hündür binaların hər birindən sonra sahilə çıxış var. Hər kəs şəxsi maşını ilə rahatlıqla sahil küçəsinə çıxır, dənizə ən yaxın məsafədə boş yerdə maşınını park edir, əşyalarını da götürüb həmin o mərmər pilləkənlə birbaşa sahilə yenicə ələnmiş kimi duran tərtəmiz qızılı quma enir. Dənizin sahilə nisbətdə uzaq yaxud yaxın olması günün hansı saatində orada olmağımıza bağlıdır. Əgər sahilə günün birinci yarısında gəlmişiksə, dəniz bizdən bir xeyli, təxminən 100 metrə aralıda olur. Axşama qalırıqsa, dənizin addım-addım, əslində körpə uşaq kimi iməkləyə-iməkləyə bizə yaxınlaşmasını öz gözlərimizlə görəcəyik ki, bu da möhtəşəm bir tamaşadır. Dünən hava çox gözəl idi. Biz saat 11-də yola çıxdıq ki, yol boyu tıxaclara tuş gəlməyək. Burada yollarda tıxaclar bəlli saatlarda ola bilir. Məsələn, əgər harasa gedirsənsə, bilməlisən ki, səhər saat 6-dan 9-a kimi yollar dolu olacaq. Biz də bunu bildiyimiz üçün fərqli bir vaxt seçdik. Yenə də yolda bir dəfə tıxac oldu ki, o da bir velosipedçi ilə bir minik avtomobilinin yüngülcə toqquşması ilə bağlı qəza üzündən idi. Qəza mənzərəsi o qədər gülməli idi ki, biz yolun qalan hissəsini bu mövzuda lətifələr qoşaraq getdik. Velosiped kənarda sağlam vəziyyətdə durduğu halda velosipedçi öküz boyda bir kişi yerdə oturmuşdu. Bu halda da zərər çəkən görünüşü yaradaraq təcili yardımı gəlməyini gözləyirdi. Yenidən də bilinirdi ki, bu səhnəcikdə qorxulu heç nə yoxdur və velosipedçi istəsə qalxıb gedə bilər. Ancaq onun getmək fikri yox idi, çünki qanunlar ona bu ixtiyarı vermirdi. Ona toxunan maşının sürücüsü də velosipedçinin başının üstündə dayanıb məzlum-məzlum ona baxırdı. Halbuki bu iki nəfərin ikisi də yaxşı bilirdi ki, burada olsa hər ikisinin sığorta agenti öz müştərisini haqlı çatmağa çalışacaq. Sonda cərimə kimin adına yazılsa da, cərimənin də o adam özü yox, onun sığorta şirkəti ödəyəcək. Yəni bu qədər ciddi rola girməyə də bir səbəb yox idi. Digər ki, qanunlar məsələni yerindəcə ilkin vəziyyətində araşdırmasını tələb edirdi deyə, insanlar da mövcud qanunlara əməl etməyə məcbur idilər. Qanun zərərçəkənə yaxın getməyə icazə vermirdi deyə, sürücü də qorxusundan yerindən tərpənmir, bu vəziyyətdə polisin gəlməsini gözləyirdi. Biz yol boyu qanunların bu qədər çürükçü olmasına, insanların da qanuna uymaq adına bu cür rola girməsinə doyunca güldük. Ancaq biraz fikirləşəndən sonra mən öz sözlərimi geri götürdüm. Yadıma düşdü ki, mənim vətənimdə qanunlarda o qədər dəlik-deşik var ki, bundan hər kəs millətin qanunu içmək üçün istədiyi kimi istifadə edə bilir. Elə bu günlərdə bütün dünyanın gözü önündə baş vermiş bir hadisəni xatırladım. Azərbaycanda qanunların elastik qaytan kimi istənilən qədər uzadılıb qısadılması cəmiyyəti qorxu ilə buxovlayaraq məmurların sınırsız özbaşlığına yol açmışdı. Belə olan surətdə qudurğanlıq üzündən 4 insanın canına qəsd etmiş, onlardan ikisini öldürmüş, ikisini də ağır yaralamış bir məmur oğluna 4 ay cəza vermək, bir heykələ məsum bir yorum yazmış 2 tələbə gəncə isə 11 il iş kəsmək kimi geniş imkanlar məmurlar üçün göydən düşmə fürsət olurdu. Belə bir ölkədən gəldiyimi xatırladım və bir daha qəbul elədim ki, qanunlar buradakı qədər dəqiq olsa, buradakı qədər dəqiq də yerinə yetirilsə yaxşıdır. Qanunvericilikdə alternativ variantlara yer olmamalıdır. Hər kəs işlədiyi günahın cəzasını o addımı atmazdan əvvəl bilməlidir. İndiki halda doğrusu da bu idi ki, velosipedçi yerdə oturub təcili yardımı, sürücü də dayanıb polisi gözləməli idi. Yaşadığımız şəhərdən çıxanda hava
parçalı bulutlu idi. Ancaq Ostendiyaya çatanda əsl yay havasına girdik. Maşını park elədik, əşyalarımızı götürüb qumlu sahilə endik. Hər şeyi yerbəyer elədik. Nəvələrimə çimərlik paltarı geyindirib buraxdıq. İndi onlar istədikləri qədər uzağa qaça bilər, çimər, gəzərdilər. Burada uşaqların sevdiyi üç şey bir arada idi. Sərbəst hərəkət etmək üçün geniş sahə, su və qum. Dəniz də sakit idi. Uzaqdan sürət götürüb gələn dalğalar sahilə çatana kimi yolda yavaş-yavaş xırdalanır, mənzil başına çatdıqca qumlu sahilə yumuşaq bir toxunuşla salam verirmiş kimi çıxırdı. Geri çəkiləndə də elə o cür sahilə sığal çəkirmiş kimi sakitcə təzim edərək addım-addım geri çəkilib gedirdi. Oğlum nəvərələrimlə dənizin dadını çıxardırdı. Gəlinim də onların şəklini çəkirdi. Gəlinim də mənim kimi təsəttürlü idi deyə bizim burada dənizə girmək kimi bir fikrimiz olmadığından gəlin özünə foto çəkmək kimi bir məşğuliyyət tapmışdı. Mən isə oğlumun mənim üçün aldığı rahat oturacaqda oturub ətrafı seyr edirdim. Mən artıq xeyli zamandır ki Allahın yolunu tutmuşdum deyə mənim dənizə girməyim artıq yalnız xüsusi yerlərdə, xüsusi şərtlərdə mümkün idi. Ona görə də mən bugün burada dənizdə çimməyə deyil, əski dostumu görməyə, onunla dərdləşməyə, bir neçə saatlıq da olsa dünyanın bütün dərd-sərini unutmağa gəlmişdim. Mənim üçün dənizin o başdan bu başa qədər 180 dərəcəlik açıq panoramı gözümün görə biləcəyi ən gözəl mənzərələrdən biri idi. Belə bir mənzərə ruhuma azadlıq, ucalıq, yaşam həvəsi kimi pozitiv enerji yükləyirdi. Mən burada uzun zaman məhz belə bir görünüşü əks etdirən bir rəsm əsəri axtardım ki, onu iş otağımda başımın üstündən asım. Hər başımı qaldırıb baxanda sevgili dənizimi yanımda görüm. Çox heyf ki, rast gəldiyim dəniz mövzusundakı rəsmlərin hamısında dənizin kiçik bir parçası güclə görünməklə o rəsmlərdə dənizdən başqa hər şey var idi. O rəsmlərdə mən məhz mənim axtardığım məqamı tapa bilmədim. Halbuki o məqam dənizin ən sadə görünüşü olacaqdı. Geniş sahil və açıq dəniz. Ancaq mən bunu dərd eləmirəm. Oğlum söz verib ki, hər fürsət düşəndə məni bura gətirəcək, məni dənizlə görüşdürəcək. Necə şeydirsə, oğlanlarımdan yalnız bu oğlum dənizi dəli kimi sevməkdə biraz mənə çəkib. O birilərində də dəniz sevgisi var. Daha doğrusu dənizə həvəs var. Ancaq bu qədər deyil. Əvvəlcə uzun ayrılıqdan sonra baş tutmuş dənizlə görüşümü yetərincə dəyərləndirməyə çalışıram. Burada gözümü, könlümü sevindirməyə, ruhumu qidalandırmağa o qədər çox şey var ki, ləpə döyəndə şüşə saflığı ilə görüşümüzə gələn dəniz cəmi bir neçə addım irəlilədikdən sonra rəngini yavaş-yavaş dəyişməyə başlayır. Əvvəlcə yaşla çalan bir rənglə başlayaraq məndən uzaqlaşdıqca mavinin ən açıq rəngindən tutmuş turkuaza qədər, daha uzaqda isə mavi rəngin son çalarına tünd mavi rəngə qədər dəyişir. Tünd mavi rəngə dönüşdüyü yer dənizin səma ilə birləşdiyi o ecazkar cizgidir. Dənizin hamar üzü kəpənəyə bənzər ağ yelkənli qayıqlarla doludur. Onların arasında tək bir dənə al yelkənli qayıq da sataşır gözümə. Xatirələrinin bir şeyə bənd olaraq zaman-zaman yaddaşımıza geri qayıdışı da qəribə bir qabiliyyətdir insan zehninin. O al yelkən uzaq keçmişdən bir xatirəni yadıma salır. Yanımda qumun üstündə oturub çay içən oğluma dönərək soruşdum. Aliye Parusa, Al Yelkənlər filmi yadındadırmı? O da görünür xatırlayıbmış ki, gözünü o al yelkənə dikərək heç düşünmədən cavab verdi. Yadımdadır. Vəssalam. Biz bu mövzuya bir kəlmə ilə girdik, bu bir kəlmə ilə də mövzunu bitirdik. Zaten gəlinimin yaşı az idi deyə o filmi xatırlaması da mümkün değildi. Ona görə də o bizim nədən danışdığımızı heç anlamadı da. Birazdan mən təbiətin bu füsunkar gözəlliyini, seyrini, səmaya tamaşa etməklə davam edirəm. Səma masmavidir, buludlar azdır, ancaq cərgələndiyi yerlərdə pambıq tarlasını xatırladır. Belə pambıq tarlasına bənzər görünüşlər təyyarələrin göy üzündə saldığı ağ zolaqlar sayəsində əmələ gəlir adətən. Bəxtimizdən bugün səmanın maviliyi ilə buludların bəyazlığı keyfiyyət baxımından rəng çalarının ən yüksək səviyyəsindədir məncə. Bu da o deməkdir ki, bugün burada hava gözəl olmaqla qalacaq. Biz də bugün buradayıq, heç yerə tələsmirik. İnsanları seyr edirəm.
Bu da mənim sevdiyim məşğuliyyətlərdəndir. Dünya əslində ən əsas insanlar üçün yaradılmışdır. Düşüncə qabiliyyəti olmayan heyvanlar bu dünyada bizimlə qonşuluq eləsə də, dünyaya önəmli bir zərər, yaxud da xeyir verə bilməzlər. Həqiqət budur ki, dünya nə çəkirsə, insanlardan çəkir. Dünya insanların düşüncələrində yaranıb, həyata atılan pis yaxud yaxşı əməllərindən qismətini ala bilir. Ona görə də yaşadığımız bəşəri dünyada insanlar mövzusu həmişə mənim ilgimi çəkir. Bu maraq məni ətrafa diqqət yetirməyə, xüsusən də insanlarda müşahidə elədiyim hal və hərəkətlərə bir anlam verməyə, onları anlamağa çağırır. Sahil çox geniş bir ərazini əhatə etdiyindən insan da o qədər də çox deyilmiş kimi görünə bilər. Əslində insan az deyil. İnsan burada bir-birindən aralı səpələnmiş vəziyyətdədir. Dənizə çimmək həvəsi ilə gələnlərlə dənizi sadəcə seyr eləməyə gələnləri bir-birindən ayıra bilirəm. Çimməyə gələnlər normal insanlardır. Dənizi seyr eləməyə gələnlər isə fərqli bir aləmin sakinləridir sanki. Mən insanlar arasındakı bu fərqi görə bilirəm. Ara bir yanımda oturub nəfəsini dərən oğluma da bundan söz açıram. O məni çox gözəl anlayır. Sahil o qədər uzundur ki, hər istirahətçinin kölgəliyi bir-birindən 100 metrə qədər aralıdır. Əsasən uşaqlı ailələrin çadır qurub, palat sərib, kölgəlik düzəldib oturduğu sahildə qəribə təklər də dəyər gözümə. Onlar yalnız mənim kimi adamların diqqətini çəkir. Dəlimi deyim, dolumu deyim, bilmirəm. Ancaq mən özümdə bu qəribə insanlarla eynilik yaradan məqamlar da tapıram bəzən. O təklər soyunmurlar, dənizə girmirlər. Onları hətta çoxlarından fərqləndirən səliqəli geyim keçimləri ilə bu sonsuz sahillərdə sadəcə gəzirlər. Dərin düşüncələrə dalaraq, hər şeyi məftun baxışlarla seyr edərək sadəcə gəzirlər. Biri uca boylu, qayış kimi hamar bədənli yaşlı bir qadın. Yaşını müəyyən eləmək çətindir. Bəlkə 60, bəlkə 70, 80 də ola bilər. Burada bu tip qadınlar çoxdur. Hər zaman yaş verməkdə yanılırsan. Başı qar kimi ağ, saçları qısa vurulmuş. Əynində krem rəngdə ətək, ağ köynək var. İsti külək vurduqca köynəyin arxa hissəsi hava balonu kimi dolur. Köynəyin ətəkləri yelləndikcə hava balonu da boşalır, sonra eyni şey təkrar olur. Qadın dənizin lap ləpə döyənində dayanıb, saatlarla üfüqə baxır. Mən onun nəyə baxdığını bilirəm. O gözləri ilə üfüqdəki dənizlə səmanın birləşdiyi o məşhur nöqtəni axtarır. O nöqtəni mən də çox axtarmışam. O nöqtədə elə bir cazibə qüvvəsi var ki, insan saatlarla onu axtarmağı, tapmağı, o zəif cizgini özü üçün kəşf eləməyi bəzən həyatının ən vacib məsələsi kimi ciddi qəbul edir. Sanki dünyanın bütün sirləri və o sirlərin çözülməsi bu güclə sezilən cizgidə gizlənib. Bunu hər adam anlaya bilməz bəlkə. Amma mən bunu belə bilirəm. Çünki özüm də belə müəmmalı fikirlərin, belə sirli düşüncələrin içində daim axtarışdayam. Bir dolu bədənli qadın, zil qala saçlarını oğlan sayaqlı vurdurub. Əynində qırmızı ipək köynək və qara şort var. Yaşı çox deyil, 40-45 olar. Əvvəlcə onu dənizin sahilində o başa gedən gördüm. Ayağı ilə ləpələri cırnadır kimi xırda təpiklər vura-vura gedir. Arada dayanıb nəsə fikirləşir. Günəş şüaları altında gümüşü parlaqlıq əmələ gətirərək insanın gözlərini qamaşdıran dəniz sularına rahat baxmaq üçün əllərini gözlərinin üstünə tutur. Sonra daha bir neçə addım gedir. Başım qarışdı, aradan biraz zaman keçdi, həmin qadını geri gələn gördüm. Bu dəfə o bizim bərabərimizdə dənizin sahilə vurduğu, sahil boyu sədəfə bənzər əcaib bir zolaq əmələ gətirmiş balıq qulaqlarından bəyəndiyini seçir, yerə sərdiyi dəsmalın üstünə yığırdı. Olsun ki, bu bir yaradıcı qadın idi. O topladığı balıq qulaqlarından necə əsərlər yaradacaqdı kim bilir. Bəzi bahalı jurnallarda mən belə mozaik tabloların şəklini çox görmüşdüm. Bir gənc adam, 30-35 yaşında, ailəsi ilə istirahətə gəlib. Təxminən 4 yaşındakı oğlu üçün qumdan cürbəcür heyvan fiqurları düzəldir. İnsanlar da yaxına gəlib bu məharətə heyranlıqla tamaşa edirlər. Oğlu anası ilə dondurma almağa gedərkən oğlan da dənizə baş vurur, sonra da sudan çıxıb elə ləpə döyəndəcə bardaş qurub oturur, uzaqlara baxır, düşüncələrə dalır. Ana da onun bu huyuna bələddir ki, oğlunu bir sürə yanında tutur, atasının dənizlə təkbətək qalmasına mane olmağa qoymur. İki müsəlman gənc qız, 20 yaşlarında,
eyni geyimdə, eyni cür ağ təsəttürdə, gözlərində günəş eynəyi, uzaqdan X-ə bənzəyən halları var. Başmaqlarını əllərinə alıb sahildə söhbət edə-edə o başa gedirlər. Mən çimərliyin hara qədər uzandığını görə bilmirəm. Sahil o qədər uzundur ki, bir yerdə hər şey gözdən itir. Yalnız həmin qızların bəlkə bir saat sonra geri gəldiklərini görəndə, hələ bizdən də bu yana o qədər sahil olduğunu düşünəndə, dəniz sahilinin təkcə elə çimərlik üçün ayrılmış sahəsinin nə qədər uzun olduğunu təxmin etmək olur. Azad dənizin azad sahili. Burada hər millətdən var. Sahilin çimərlik hissəsində lövbər salanlar əsasən uşaqlı ailələrdir. Hər rəngdə, hər dindən olan insanlar bugün burada bir qəpik yer haqqı ödəmədən istirahət edirlər. Çadır qurub gecəni sahildəcə keçirənlər də var. Hər kəs seçimində azaddır. Sahil güvənlik görevliləri də əllərindəki qırmızı bayraqla, xəbərdarlıq şeypuru ilə öz gözəbatan qırmızı geyimlərində sahili o baş bu başa gəzir, lazım olmadıqca insanların istirahətinə müdaxilə etmədən öz görevlərini yerinə yetirirlər. Daha böyük izdiham kafelərdə, barlarda, restoranlarda eləşib. Bir yandan yemək yeyir, bir yandan da dənizi seyr edirlər. Hər kəs mövcud qanunları pozmayınca, elə həmin qanunların da himayəsində olduğunu bildiyi üçün çox rahatdır. Qanunlar hər kəsi eyni cür qoruyur. Odur ki, burada sakitlik, huzur bərqərardır. Biz dünən dənizə getmişdik. Təəssürat möhtəşəm idi. Yeri gəlmişkən onu da qeyd edim ki, Belçikadakı çimərlik barədə söylədiklərimin hamısı Hollandiyada da, Fransada da, Almaniyada da, İspaniyada da eynidir. Bu illər ərzində biz Avropanın müxtəlif ölkələrini gəzmiş, dəniz sahillərində istirahət etmişdik. Dənizlərlə görüş mənə ən xoş gələn anlar oldu. Biz ailecə bu dəfəki səfərimizdən də çox məmnun qaldıq. Oğlum ən yaxın zamanda bu proqramı təkrarlayacağını da vəd elədi. Allahdan qismət olarsa, mən də çox istərəm. Çox böyük zövq aldım çünki ruhum dincəldi. Ancaq bu məqamı da unutmaq olmaz. Burada hər şey havaya bağlıdır. Yay da bitmək üzrədir. Yağışlar bir başladı mı, düz gələn yaza qədər nəfəs çəkmədən yağa bilər. Mən dənizin hər halını sevirəm, o ayrı. Ancaq körpə uşaqlarla birlikdə soyuq havada dəniz gəzintisi hər kəsin istədiyi effekti verməz. Odur ki, bir sonraki səfərə yəqinliklə plan tutmuram. Sadəcə niyyət edirəm. Bilirəm ki, əgər bir səbəbdən belə bir səfərin yaxınlarda təkrarı ola bilməzsə də, aldığım müsbət enerji bir xeyli müddət mənə bəs edəcək. Hələ bir xəyal gücüm də var ki, onun sayəsində dünənki gün Ostendedə Şimal dənizinin sahilindəki çimərlikdə yaşananları eyni ilə burada yazdığım kimi sadəcə gözümün önünə gətirməklə də nə qədər yüngülləşə bilirəm. Allahın mənə nəsib elədiyi belə gözəl günlərə də, verdiyi belə özəl qabiliyyətə də 1000 dəfə, milyon dəfə şükürlər olsun. Əlhəmdülillah. Amin. Bir söhbət. Adına toz qondu bu sənətin də. Mən həyatda istədiyim bir peşənin sahibi oldum. Müəllimlik mənim ən çox sevdiyim bir peşə idi və mən 25 ildən artıq çalışdığım bu peşənin adını hər yerdə, hər zaman uca tutmağa çalışdım. Mən xalqımın qarşımda oturmuş köşək gözlü balalarına elm, bilik verməklə yanaşı, özüm üçün də bundan daha vacib hesab elədiyim bir şeyi, onların ləyaqətli, şərəfli insanlar olmalarını təbliğ edir, onlara dürüst, vicdanlı insan olmağı öyrədirdim. Bu yolda əlimdən gələni edirdimsə də, hər dəfə qarşımda aşılması çox zor olan maneələr peyda olurdu. Zalim insanlar məndən xarakterimdəki fərqliliyimdən əl çəkməyi, çoxunluğa qarışmağı, məndən hər kəs kimi olmağı tələb edirdilər. Onlar anlamırdılar ki, mən qarşıma çıxan hər kəsin öhdəsindən gələ bilərdim bəlkə, ancaq bir tək özümlə, öz vicdanımla bacara bilmirdim. Vicdanım məni hər zaman nəzarətdə saxlayır, doğru yoldan çıxmağa qoymurdu. Mən illərlə çalışdığım hər orta məktəbdə, hər ali məktəbdə öz vicdanımı da, bu peşənin adını da uca tutmaq yolunda mübarizə apardım, mücadilə elədim. Lakin çox təəssüf ki, bizim aid olduğumuz cəmiyyətdə bir şeyə nail olurdumsa da, belə bir şeyin ömrü uzun olmurdu. Mən çalışdığım hər məktəbdə arxamda dikbaş, sözün düzünü deyən, buna görə də düşməni dostundan çox olan bir insan kimi iz buraxdım. Hər bir sahədə olduğu kimi, ölkədə bu sahədə də sərbəst olmağa, təmiz vicdanla çalışmağa imkan olmadı. Müəllimlik kimi müqəddəs bir peşəni elə
iyrənc hala saldılar ki, bu işin mənası da unuduldu, hörməti də itdi. Tək-tük fərdləri çıxmaq şərti ilə vətənimin müəllimləri bu gün korrupsiya bataqlığında çabalaya-çabalaya daha da dərinə gedən böyük bir yaltaqlar ordusudur. Simasını çoxdan itirmiş bu insanlarla birlikdə vətəndaşların arzuları, gələcəyə inamları da batır, cəmiyyətin korroziyası başlayır. Vaxtında oralardan uzaqlaşdığıma, bu rəzalətdə iştirak eləmədiyimə görə talihimdən razıyam. Çünki mən bu əskikliyə nə boyun əyə bilərdim, nə də bu dərdə dözə bilərdim. Türklərdə belə bir misal var. Doğru sözü deyəni 9 eldən qovarlar. Mən də öz doğrularımın qurbanı olmağı seçdim, vətənimdən getdim. Böyük-böyük amallarla xalqın balalarına elm öyrətdiyim o illərdən əziz xatirələr həmin o köşək gözlü balalarla çəkdirdiyim şəkillərdə öz əksini tapıb. Onda hələ hər şey daha gözəl idi. Özüm də bilirəm ki, mənim kimi müəllimləri tez unudurlar. Birinin birinə yaxşılığı unudulan kimi. Həyat belədir. Yadda yalnız yamanlıqlar qalır. Ancaq mən əminəm ki, çox şagirdlərimin işıqlı xatirələrində mən də hərdən yada düşəcəyim. Bu da mənim zəhmətimə verilən ən böyük mükafat olacaq inşallah. Allahu aləm.